Bu qayda niyə qoyulub? Birincisi, ibadətlər ilə adətlər arasında fərq olsun deyə. Aydındır, ibadətlər ilə adətləri biz niyyət ilə ayırırıq. Niyyət olmasa, ibadət ilə adət ayrılmaz. Məsələn, çimmək. Bir var, insan cənabətlidir, qusul niyyəti ilə çimir, yəni cənabətdən təmizlənmək üçün. Yəni, proses eynidir. Təmizlənmə qaydası eynidir. Bir də var, insan çimir sərinlənmək üçün. Bu ibadəti adətdən ayıran nədir? İnsan niyyəti. Aydındır. Ona görə burada sual çıxır ki, niyyətə görə ibadət necə batil ola bilər? Bu da ayrı bir məsələdir. Məsələn, oruz ibadəti. Əgər kimsə axşamdan niyyət etməyib, məsələn, səhər durdu, zöhr vaxtı eşitdi ki, Ramazan orucu girib. Həmin günü oruz tutur. Ramazan ayının hörmətini saxlamaq qəsdi ilə. Lakin həmin günü nə edir? Ramazandan sonra qəza edir, bayramdan sonra. Çünki axşamdan niyyəti olmuyor. Yəni, niyyətin olmamağı ilə həmin günün orucu nə olur? Batil olur.